Salamlar hər kəsə. Bugün sizinlə sinif 8 bölmə 5-in ümumiləşdirici tapşırıqlarına birlikdə baxaq. Birinci sualdan başlayaq. Birinci sualda deyilir: cədvəli dəftərinizə köçürün. Düzgün və ya səhv ifadələri müəyyən edin. A variantına baxaq. Xlor atomundan xlor mənfi ionun əmələ gəlməsi oksidləşmədir. İndi bunun doğru olmadığını birlikdə baxaq. Xlor ionu atomu xlor sıfırdan nəzərdə tutulur. Xlor sıfırdan xlor mənfi ionuna keçid edir. Xlor mənfi ionuna keçid edirsə, deməli burada nə baş verib? Elektron alıb. Elektron alan isə oksidləşdiricidir. Oksidləşdirici isə reduksiya prosesidir. Reduksiya prosesidir. Deməli, oksidləşmədir deyilir. A variantında xeyr, oksidləşmə deyil. Reduksiya prosesidir. Birincisi yanlış olacaq. Deməli, birinci sualımızın cavabı yanlışdır, səhvdir. Oksidləşmə də deyilir, ancaq reduksiya prosesi baş verir. İkinciyə baxırıq. Oksigenlə reaksiyada çoxlu miqdarda istilik əmələ gətirən maddə yanacaqdır. Bəli, yanacaq adlanır. Yanacaqlar oksigenlə yanaraq istilik əmələ gəlir. Üçüncü suala C variantına baxırıq. Natrium atomlarının elektron itirməsi oksidləşmədir. Elektron itirmə, yəni elektron vermə adlanır. Elektron itirmə elektron verməyə aiddir. Natrium atomunun elektron itirməsi, deməli, natrium müsbədə keçid edəcəkdir. Natrium müsbədə. Deməli, burada bir elektron verir, itirir. Elektron vermə reduksiya edicidir. Reduksiya edici. Proses isə tərsinə oksidləşmədir. Bəli, proses oksidləşmə adlanır. Deməli, bura doğru olacaq. İndi D variantına baxırıq. Oksigen hidrogen arasında baş verən reaksiyada oksigen reduksiya olunur. Reduksiya olunur demək, yəni oksidləşdirici olur anlamına gəlir. İndi reaksiyamızı yazaq, daha bizə aydın olsun. D variantında hidrogen oksigenlə reaksiyaya daxil olur. Hidrogen oksigenlə reaksiyaya daxil olur və H2O əmələ gəlir. H2O olan oksigen sıfırdır, hidrogen sıfırdır, oksigen mənfi 2-dir, hidrogen müsbət 1-dir. Deməli, oksigen burada oksigen sıfırdan mənfi 2-yə keçid elədi. Oksigen sıfırdan mənfi 2-yə keçid etdiyi üçün nə baş verdi burada? Elektron aldı. Elektron alan oksidləşdiricidir. Oksidləşdiricidir. Proses isə reduksiya prosesidir. Yəni oksigen burada reduksiya olundu. Reduksiya olundu. Deməli, cavabımız burada doğru olasıdır. Oksigen atomları reduksiya olunur. Bəli, burada həmən varianta aiddir. Belə, bu doğrudur. D variantımız doğru olasıdır. İndi keçid eləyək, Y-yə baxaq. Y-də nə deyilir bizə? Su yanar, material soğutmaqla yanğının qarşısını alınır. Bəli, su yanğını söndürür. Deməli, burada hansılar doğru oldu? A variantı yanlış oldu, B doğru oldu, C doğru oldu, D doğru oldu və Y yenə doğru oldu. İndi isə baxaq ikinci suala. İkinci sualımızda nə deyir? CH4, karbon H4, oksigenlə yanaraq karbon qazı və H2O əmələ gəlir. Reaksiyasında oksidləşmə və reduksiya olunan maddələri oksidləşmə və reduksiya məhsullarını müəyyən edin. Bəli, gəlin burada bir-bir üstlərinə yazaq, hansı dərəcədən hansı dərəcəyə keçid edir. Hidrogen müsbət 1-dir. Bildiyimiz kimi karbon mənfi 4 edəsidir. Oksigen burada 0-dır. Bəsit maddə halında olduğu üçün oksigen mənfi 2-dir. Karbon müsbət 4-dür. Oksigen mənfi 2-dir. Hidrogen isə müsbət 1 olasıdır. Deməli, burada baxdığımız zaman nəyi görürük? Karbon keçid edir. Neçədən neçəyə? Karbon müsbət 4-dən, mənfi 4-dən daha doğrusu müsbət 4-ə keçid edir. Karbon mənfi 4-dən müsbət 4-ə keçid edir. Deməli, nə baş verir burada? Elektron verir.
və 8 elektron verir burada. Müsbət 4 olur. Deməli, elektron verirsə, bu reduksiya edicidir. Müsbət 4 olan CH4 reduksiya edicidir. Əmələ gələn maddə oksidləşmə prosesidir. Oksidləşmə məhsulumuz karbon H4-dür. Deməli, karbon O2, karbon müsbət 4 karbon qazındadır. Karbon müsbət 4 karbon qazında olduğu üçün karbon qazı burada nə olasıdır? Oksidləşmə məhsulu. Deməli, oksidləşmə məhsulumuz karbon qazı olasıdır. Reduksiya edicimiz də CH4. Bura qeyd edək. Reduksiya edicimiz CH4-dür. Oksidləşmə məhsulumuz isə karbon qazıdır. Tamam, bunu yazdıq. İndi burada gördüyümüz kimi oksigen sıfırdan -2-yə keçid edir. İndi onu yazaq. Oksigen sıfırdan -2-yə keçid edir. Oksigen sıfırdan daha doğrusu -2-yə. Deməli, burada nə baş verir? Deməli, burada elektron alır. Elektron alır, oksigen -2 olur. Elektron alan isə oksidləşdiricidir. Oksidləşdirici. Proses reduksiyadır. Əmələ gələn məhsul isə reduksiya məhsuludur. Reduksiya məhsulu. Oksigen -2 hardadırsa, o məhsul reduksiya məhsulu adlanır. Oksigen 0, burada oksigen 0 olasıdır oksidləşdirici. Proses reduksiya, H2O isə reduksiya məhsulu adlanasıdır. Reduksiya məhsulu, H2O reduksiya məhsulu adlanır. Deməli, burada da bunu yazdıq. İndi 3-cü suala baxaq. 3-cü sualda bizə nə deyilir? Elektrik naqilləri naməlum səbəbdən yanır. Bu yanğını söndürmək üçün adi şəraitdə qaz halında olan və yüksək təzyiq altında maye halına salınaraq yanğını söndürən balonlara doldurulan X maddəsinin istifadə olunur. Alovun söndürülməsi zamanı ağ duman əmələ gəlir. Deməli, sonra sual verir. Ağ duman əsas tərkib hissəsi hansı kimya maddədən ibarətdir? Ağ duman əmələ gəlirsə, deməli bu karbon qazıdır. Karbon dioksiddən ibarətdir. Karbon dioksid olasıdır. X maddəsi yanğının qarşısını almasının səbəbi nədir? X maddəsinin yanğının qarşısının səbəbi yanmayan maddədir. Karbon qazı yanmır. Bunu qeyd edə bilərsiniz. Karbon qazı yanmır. Yanmadığı üçün A1 də ağır maddədir. Karbon qazı yanmır. Bunu qeyd edək. Yanmır. A havadan ağırdır. Havanın sıxlığı 29-dur. Karbonunki isə 44-dür. 44 qram olduğu üçün havadan ağır maddədir və ağır olduğu üçün oksigenlə təması kəsir yanğının, ona görə də yanğını söndürür. Ağır olduğu üçün, havadan ağır olduğu üçün yanğını söndürür. Oksigenlə təması kəsir yanacaqla və yanğını söndürür. Bu 3-cü sual, indi 4-cü suala baxaq. 3 elementdən təşkil olunan A maddəsi. Tan yanmasından karbon qaz CO2, H2O, karbon O2 alınır. Əmələ gələn qarışıqda bu maddələrin molekulları SO2, H2O və karbon qazının molekullarının say nisbəti uyğun olaraq 1-2, 1-2 nisbətində olasıdır. CO2, H2O və karbon qazı. A maddəsini təşkil edən elementləri müəyyənləşdirin. Deməli, A maddəsini təşkil edən elementlərimiz bildiyimiz kimi burada kükürddən ibarət olasıdır, hidrogendən və karbondan. Deməli, kükürt, hidrogen və karbondan ibarət olasıdır. Daha səliqəli yazaq. Kükürddən ibarət olasıdır, hidrogendən, bir də karbondan ibarət olasıdır. İndi A maddəsinin formulunu tərtib edin. Bəli, indi tərtib edək. Burada yazırıq. Bəli, deməli, nə maddələr əmələ gəlir? SO2 əmələ gəlir, H2O əmələ gəlir, bir də karbon qazı əmələ gəlir. Və bunların mol nisbətlərini də qeyd edək. 2-nin 1-ə və 1-2 1-ə nisbətində olur. 1, 2,
və 1-ə. Deməli, A maddəsində bir dənə karbon atomu var, bir dənə 4 dənə hidrogen atomu var, bir dənə də kükürt atomu var. A maddəsinin formulu CH karbon H4 kük şəklində olasıdır. Bura qeyd edək. İndi A maddəsinin formulu karbon H4 kük şəklində olasıdır. Bu da formulumuz. 5-ci suala baxaq. Yanma məhsulu, əmələ gələn maddələr, karbon qazı, xlor qazı, bir də su, H2O olan qarışığı müəyyən edin. Cavablarınızı əsaslaşdırın. Karbon monoksid və indi deyir ki, bu maddələrin əmələ gəlirsə, hansı maddələr reaksiyaya daxil olar və yanar, bu maddələr əmələ gəlir. Karbon qazı, xlor qazı, bir də H2O. İndi karbon monoksid və metana baxaq. Karbon monoksid, metan yandığı reaksiyaya daxil olduğu zaman xlor qazı əmələ gəlməz. 2 dənə karbon var, 4 dənə hidrogen atomu var, oksigen atomu var. Deməli, bu maddədən əmələ gəlməz bu maddələr. İndi hidrogen xlorid, H xlora baxırıq bu reaksiyada. H xlora baxırıq, bir də karbon monoksidə baxırıq. İkinci, hidrogen xlorid və karbon monoksid olarsa, bu maddələr əmələ gələ bilərmi? Bəli, bu maddələr də əmələ gələsi deyil bunlardan, çünki fərqli maddələrdən təşkil olunubdur. Üçüncü suala baxaq. Metan və CH4 və hidrogen xlorid. Baxın, burada karbon atomu var, yəni karbon qazı əmələ gələ bilər. Xlor qazı əmələ gələr, xlor atomu var. H2O-da isə burada da CH4 var, ona görə də H2O da əmələ gələ bilər. Burada cavab yalnız 3 olacaq. 6-cı suala baxırıq. Oksidlərini adlandırın. Baxın, bildiyimiz kimi burada baxacağımız şey metalın sabit yoxsa dəyişən valentli olmasıdır. Kalsium sabit valentlidir, ona görə birincisinin kalsium oksid olasıdır. Adı kalsium oksid adlanasıdır. Kalsium oksid. İkinciyə baxırıq. Burada xrom dəyişən valentlidir və valentlini müəyyənləşdiririk. Burada oksigen 2 valentlidir, xrom da 2 valentli olasıdır. Deməli, ikincidə xrom 2 oksid adlanasıdır. Valentliyini qeyd edirik. Xrom 2 oksid. Misi baxaq indi. Mis burada da gördüyümüz kimi oksigenlə ixtisar getdiyi üçün mis də dəyişən valentlidir. Yazırıq mis 2 oksid adlanasıdır. Dördüncüyə baxırıq. Burada gördüyümüz kimi dəmir dəyişən valentlidir və 3 valentli verilmişdir. Burada da dəmir 3 oksid adlanasıdır. Dəmir 3 oksid adlanacaq. İndi 5-ciyə baxırıq. Qeyri-metal oksididir. Bunu isə diazot monoksid adlandırasıyıq. Diazot monoksid. Monooksid adlanacaq. İndi 6-cıya baxırıq. Burada isə karbon monoksid adlanmasıdır. Oksid adlanacaq. İndi isə kükürt SO3-ə baxaq. Burada isə 7-ciyə baxırıq. SO3-də isə kükürt trioksid. 3 dənə oksid olduğu üçün trioksid adlanacaq. Digərində isə difosfor trioksid adlanasıdır. Bu isə difosfor 2 dənə fosfor olduğu üçün, 3 dənə də oksigen atomu olduğu üçün trioksid adlanacaq. İndi isə 7-ci suallara baxırıq. Oksidlərin formulunu müəyyənləşdirin. Baxın, A variantı dəmir 2 oksid, deməli dəmir 2 valentlidir. Dəmir 2 oksid yazdım. B var, rubidium oksid, rubidium 1 valentlidir. Ona görə oksigen 2 valentlidir. Rubidium 2 O adlanacaq. Formu bu şəkildə olasıdır. Barium oksid sabit valentlidir, 2 valentlidir. Barium O şəklində olacaq. Kükürt trioksid, bəli, SO3 olasıdır bunun formulu. Difosfor trioksid, 2 fosfor, 3 oksigen atomu. Diazot pentoksid, N2O5 şəklində olacaq. Bu oksidin formulu. Azot dioksid
azot dioksiddə NO2 şəklində, manqan 4 oksiddə manqan O2 şəklində olacaq formulları. İndi 8-ci suala baxırıq. Mis oksidin hidrogenlə reaksiyasından mis əmələ gəlir, bir də H2O əmələ gəlir. Müəyyən edin, oksidaşma dərəcəsi dəyişməyən element. Birinci sualdan baxaq. Baxaq, birinci oksidaşma dərəcələri harada dəyişəsidir. Birinci də burada baxırıq. Oksigen həmişə mənfi 2-dir, mis müsbət 2 olur. Hidrogen 0-dır, mis 0-dır, oksigen mənfi 2-dir, hidrogen müsbət 1 olur. Burada oksidaşma dərəcəsi dəyişməyən oksigen atomudur. Çünki sağ və sol tərəfdə, hər iki tərəfdə mənfi 2 olur. Deməli, oksigen atomu dəyişmir. Dəyişənlər hansılardır? Misli müsbət 2-dən 0-a dəyişir, hidrogen də 0-dan müsbət 1-ə dəyişir. İndi oksidaşın elementi və oksidaşma məhsulunu müəyyənləşdirək. Birinci, buranı göstərək. Deməli, mis müsbət 2-dən 0-a keçid edir. İndi baxaq. Görək hansıda dəyişir. Mis müsbət 2-dən 0-a keçid edirsə, deməli, burada 2 elektron verir. 2 elektron verdiği üçün, daha doğrusu 2 elektron alır. 2 elektron alır, 0-a keçid edir. 2 elektron alırsa, deməli, bu elektron alan oksidləşdiricidir. Proses isə reduksiya prosesidir. Əmələ gələn maddə isə reduksiya məhsuludur. Deməli, mis oksid burada oksidləşdiricidir. Baxın, mis oksid oksidləşdiricidir. Proses reduksiyadır. Reduksiya məhsulu mis 0 olan hissə. Mis harada 0-dırsa orada. Bax, bu mis 0 isə nə olasıdır? Reduksiya məhsulu olasıdır. Reduksiya məhsulu mis 0. İndi nəyə soruşur bizdə? Oksidləşən elementi soruşur. İndi bir hidrogenə baxaq. Burada reduksiya prosesi baş verdiyi üçün oksidaşma olmadı. Hidrogen 0-dan keçid edir. Hidrogen müsbət 1-ə. Buradan gördüyümüz elektron verir. Bir elektron verəsidir. Daha doğrusu 2 elektron verəsidir. 2 elektron verir. Müsbət 1-ə keçid edir. Deməli, elektron verdiyi üçün bu oksidləşdiricidir. Reduksiya edicidir. Verdiyi üçün reduksiya edicidir. Proses oksidləşmədir. Oksidləşmə məhsulu H müsbət 1 hardadırsa, o oksidləşmə məhsulumuz. Yəni, H2O oksidləşmə məhsulumuz olasıdır. Oksidləşmə məhsulumuz H2-dir. Reduksiya edicimiz də hidrogen, bu reduksiya edicidir, 0 olan. Oksidləşmə məhsulumuz H2O-dur. Oksidləşən element H2-dir. Oksidləşmə məhsulumuz isə H2O olasıdır. 9-cu suala baxırıq. 9-cu sualda glukozanın oksigenlə reaksiyası zamanı insana lazım olan enerji əldə edildiyini öyrəndiniz. Deməli, glukoza oksigendə yanaraq karbon qazı və su əmələ gəlir. 10 qram glukozadan 8 qram karbon qazı alınır. Normal tənəffüs zamanı orta yaşlı bir insan 1 saniyədə atmosferə 5,63 milli karbon qazı buraxır. Bu məlumatları nəzərə alaraq 20 qram karbon glukozanın oksidləşməsi nəticəsində əmələ gələn karbon qazının orqanizmdən kənarlaşması üçün təqribən 2 dəqiqə lazım olduğunu hesablayın. Baxın, burada çox yazılsa da bizə məlumdur ki, 10 qram glukozanın parçalanmasına 8 qram karbon qazı əmələ gəlir. Deməli, bizə verilir nə qədər? 20 qram glukoza. 20 qram glukozadan nə qədər karbon qazı alınmasıdır. Gəlin, birinci ona baxaq. Deməli, 10 qramdan 8 litr. 10 qram glukozadan 8 litr karbon qazı əmələ gəlir. Litr karbon qazı. Biz 20 qram glukozanın parçalanmasından nə qədər əmələ gələrsə, x litr. X nəyə bərabər olasıdır? 16 litr karbon qazının olasıdır. Deməli, 20 qram glukoza
Oksijen də yanarkən 16 litr karbon qazı əmələ gəlir. Bir insan 1 saniyədə atmosferə 5,63 milli karbon qazı buraxır. Biz 16 litr karbon qazı neçə saniyədə buraxılar, onu hesablayaq. Deməli, 1 saniyədən söhbət gedir. 5,63 milli karbon qazı buraxılır. Biz 16 litri nə qədər vaxtda buraxılar? 16 litrimizi də milliyə çevirdik. 16 milli edəsidir. Neçə saniyə? 2 saniyə. Buradan ikisi tapaq. İkimiz də təxmini edəsidir. 2841,9 saniyə edəsidir. Bu saniyədir. Dəqiqəni soruşur. Neçə dəqiqəyə bu qədər karbon qazını buraxar, onu hesablayaq. Dəqiqənin, saniyəni də 60-a böldüyümüz zaman dəqiqəni tapasıyıq. 2841'i bölüb 9'u böl 60'a. Bu da təxmini 47,36 saniyə eləyir. Yəni dəqiqə eləyir. 47 dəqiqəyə, 48 dəqiqəyə bu qədər karbon qazını buraxar. Yəni 16 min daha doğrusu karbon qazını 47-48 dəqiqəyə havaya buraxar. Bu məsələ həllimizdir. İndi 10-cu suala baxaq. 10-cu sualda nə deyilir? Dəmir tozunun kükürdlə reaksiyası zamanı dəmir S əmələ gəlir. Bu reaksiya tənliyini tərtib edir. İndi 10-cu sualımızı yazaq. 10-cu sualımızda qeyd edirik. Dəmir plus S əmələ gəlir dəmir S. Hələ ki birin şəklində baxaq. Oksidləşdirici reduksiya edicini müəyyən edin. Baxın, indi burada hər ikisi sıfırdır. Bəs qalda olduğu üçün dəmir müsbət 2'dir, kükürt mənfi 2'dir. Tamam. Deməli, dəmir sıfırdan keçid edir neçəyə? Dəmir müsbət 2'yə. Dəmir müsbət 2'yə keçid etdiyi üçün elektron verir. Elektron verən reduksiya edicidir. Reduksiya edicilər elektronu sevmirlər. Reduksiya edici elektronu verir, daimə verir. Reduksiya edici dəmir sıfırdır. Proses oksidləşmə prosesidir. Oksidləşmə məhsulumuz dəmir müsbət 2'dir. Yəni dəmir S-dir. Dəmir müsbət 2. İndi kükürdə baxaq. Deməli, burada reduksiya edici dəmirdir. İndi burada kükürt sıfırdan keçid edir. Kükürt mənfi 2'yə. Deməli, elektron alır. 2 elektron alır. Elektron alırsa oksidləşdiricidir. Proses reduksiya prosesidir. Reduksiya məhsulumuzda dəmir mənfi 2 olan. Yəni dəmir S. Deməli, həm reduksiya məhsulumuzda, həm də oksidləşmə məhsulumuzda dəmir S oldu. Reduksiya edicimiz dəmir sıfırdır, oksidləşdiricimiz kükürt sıfırdır. Yəni bizə nələr soruşur? Dedik ki, burada oksidləşdiricimiz kükürtdür, reduksiya edicimiz dəmirdir. Bunu müəyyənləşdirdik. Dəmir olacaq. Bir dəmir atomu üçün oksidləşmə reduksiya prosesində neçə elektron keçidi iştirak etdiyini müəyyən edin. Buradan baxaq, görək. Dəmir sıfırdan, indi bunu tam aydın yazın buradan. Deməli, dəmir sıfırdan keçid edir, dəmir müsbət 2'yə. Baxın, sıfırda müsbət 2'dir. İndeks yoxdur. İndeks yoxdur, olduğu şəkildə yazırıq. Sıfırdan müsbət 2'yə keçirsə, deməli 2 elektron verir. 2 elektron keçid edir. Deməli, burada da cavab 2 elektron edəsidir. 2 elektron. 2 elektronu verir, müsbət 2 olur. İndi 11-ci suala baxırıq. 11-ci sualda bizə nə deyilir? Kalium, brom, plus xlor 2. Əmələ gəlir 2 kalium, xlor və brom 2 reaksiyasında oksidləşdirici və reduksiya edicini müəyyənləşdirin. Elektron keçidini oxla göstərin. Həmin oxun üzərində elektron sayını müəyyən edin. Bəli, gəlin üstlərini qeyd edək. Baxaq. Kalium müsbət 1'dir, brom mənfi 1'dir, xlor 0'dır, xlor 0 olasıdır burada. Bəli, xlor 0 olduğu üçün buraya yazırıq. Xlor mənfi 1, kalium müsbət 1, brom 0. Deməli, burada oksidləşmə dərəcələri dəyişən brom mənfi 1'dən brom 0'a keçid edir. İndi bunları qeyd edək. Deməli, brom 0'dan
Brom 0, brom -1'dən brom 0'a keçid edir. Burada indeks olduğu üçün bura 2 yazırıq. Deməli 2 elektron alır. 2 elektron alır. Elektron alan, elektronu sevən oksidləşdiricidir. Oksidləşdiricidir. Deməli brom -1 burada oksidləşdiricidir. Brom -1 dediyimdə kalium bromu nəzərdə tuturam. Proses isə reduksiya prosesidir. Reduksiya məhsulumuzda brom 0'dır. Burada reduksiya məhsulumuzda brom 0'dır. Elektron çəkidi 2 ədəd elektron çəkidi baş verir. İndi xlora baxırıq. Xlor 0'dan xlor 0'dan nəyə keçid edir? Xlor -1'ə keçid edir. Baxın. Xlor 0'dan indeksində 2 var. 0'dan xlor -1'ə keçid edir. Bura yazırıq 2. Deməli -2 eləyir. Burada 0 eləyir. Deməli 2 elektron alır. 2 elektron aldığı üçün bu oksidləşdiricidir. Elektronu sevir. Oksidləşdir. Proses reduksiya prosesidir. Reduksiya prosesidir. Reduksiya prosesi əməliyyat məhsulu isə reduksiya məhsulu adlamasıdır. Reduksiya məhsulumuz da xlor -1 kalium brom olasıdır. Reduksiya məhsulumuz kalium xlorid. Kalium xlorid. Xlor -1 iyonu hardasa o reduksiya məhsuludur. Kalium xlor. Kalium xlorid daha doğrusu olasıdır. İndi bir şeyə baxaq. Burada elektron verəsidir. Brom -1'dən buranı yanlış yazmışam. Brom -1'dən keçid edir brom 0'a. Deməli burada 2 elektron alır. Daha doğrusu verir gene yanlış yazdım. 2 elektronunu verir ki bu 0 eləyir. Elektron sevməyən, elektronu özündən uzaqlaşdıran reduksiya edicidir. Reduksiya edicidir, proses oksidləşmədir. Əmələ gələn maddə isə oksidləşmə məhsuludur. Brom 0 oksidləşmə məhsuludur. Bura oksidləşmə məhsulu yazaq. Deməli, reduksiya edici burada bromdur, oksidləşdirici isə xlordur. Hər ikisindən də elektron sayı çəkidini də göstərdim. 2 elektron çəkidi baş verir. Hər ikisindən 2 elektron baş verəsidir. Deməli, oksidləşdirici xlordur. Oksidləşmə məhsulumuz xlor -1. Kalium xloriddir. Ancaq reduksiya etdiyimiz bromdur. Brom 0 isə oksidləşmə məhsulumuz adlanasıdır. 12-ci suala baxırıq. 12-ci sualda nə deyilir? Tərkibində oksigen olmayan. Deməli, ikisinin tərkibində oksigen yoxdur. Naməlum X maddəsi redaktorda artıq miqdarda götürülmüş oksigeni yandırılır. Deməli, oksigenimiz artıq qalasıdır. Çünki deyir ki, oksigen artıq miqdarda götürülüb. Reaksiyadan sonraki qarışıqda oksigen qazı əmələ gəlir. Çünki oksigen qazı artıq götürülübdür. Oksigen qazı əmələ gəlir, karbon qazı, azot qazı və su əmələ gəlir. Buxarın olduğunu müəyyən edilir. Bu qarışıqda molekulların say nisbəti oksigenin, hidrogen, suyun, karbon qazının və azotun 3-nin 3, 1, 2, 1 olduğunu bilərək naməlum maddə formulunu müəyyənləşdirin. Burada nə bilirik? X maddəsində, yanan maddədə oksigen atomu yoxdur. Oksigen də artıq qalıbdır. Bunu bilirik. Bu bizim üçün böyük bir məlumatlardan biridir. İndi yazırıq burada. Əmələ gələn maddələr bir-bir yazaq. O2 yazıram. O2, H2O yazıram. Bir dəqiqə bunu silək.